Hər vaxtınız xeyirli, uğurlu olsun. İdeyadan Uğura adlı podkastımızda sizi xoş gördük. Xatırladım ki, verilişimizin baş sponsoru Cibar platformasıdır. Bunu xəyal edən sahibkarların xəyallarını gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analogu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik. Qonağımız Viplife şirkətinin satış rəhbəri Elvira Babayevadır. Xoş gəlmisiniz Elvira xanım. Salam Elnarə xanım, xoş gördük sizləri. Təşəkkür edirəm dəvətimizi qəbul edib gəldiyiniz üçün. Keçək suallarımıza. Elvira Babayeva kimdir? Elvira Babayeva Viplife şirkətinin satış rəhbəriyəm. Artıq 26 ildir ki, Viplife şirkətində çalışıram və illər öncə şirkətə gələrkən mən cavan bir qız idim, tələbə idim. Amma hal-hazırda 2 övlad anasıyam. Ailə qurmuşam və inşallah bundan sonra Viplife şirkətində də çalışmağa davam edəcəm. İnşallah. Viplife şirkəti sadəcə bir iş yeri deyil, bir məkan deyil. Xanımların, insanların dəyişən bir məkandır. Yəni həqiqətən insanlar, qadınlar ümumiyyətlə işlədikcə, yəni işləyib qazanmaq hər yerdə qazanmaq olur. Amma təbii ki, öz güvən, öz yəni karyeranı qurmaq istəyənlər xanımlar, yəni yəqin ki, Viplife şirkətinə üz tutub və bizə də qoşula bilərlər. Elə özünüz də toxundunuz o məqamlara. Mən istəyirəm ki, daha ətraflı danışaq. Bax, Viplife şirkətinin siz sıfırdan orada olmusunuz, artıq əməkdaşlıq edirsiniz. Bugün vəzifəniz də satış rəhbəridir. Viplife şirkətinin yaranması, necə yarandı bu şirkət? Viplife şirkəti 1999-cu ildə yaranıb, şəbəkəli marketinq kimi fəaliyyətə başlayıb, insanların təbii ki, həyatlarını dəyişmək məqsədi ilə artıq illər keçib və şirkət inkişaf eləyir, zaman dəyişilir. 2018-ci ildə biz onlayn platformasına keçid etdik və hal-hazırda mərkəzi ofisimiz Nərimanovda yerləşir. Həm onlayn, həm offlayn çalışırıq. Ona görə bizlə əməkdaşlıq edən xanımlar, bəylər, yəni ki, həm onlayn formasında, həm də offlayn formasında çalışa bilərlər. Baxın, sizdə Viplife şirkəti altında bir çox belə deyim kateqoriyalarınız var da. Həm kosmetik vasitələr satırsınız, həm ev üçün lazım olan kimyəvi məhsullar var. Əlavə olaraq cehiz üçün məhsullarınız var idi, mən xatırladığım qədər. Çünki bir dəfə mən özüm də sizə müraciət etmişdim, olmuşdum sizin showroom'unuzda da. Məhsullarınızın keyfiyyəti göz önündədir, bəllidir. Hər kəs, mən əminəm ki, Viplife şirkətini tanımayan adam yoxdur. Yaxşı, bax, bu bazar, belə deyim də, bu sizinlə birlikdə siz başlayan vaxtı başqa şirkətlər də var idi ki, hansı ki, onlar da məşhur şirkətlər idi. Bax, onlarla rəqabət apara bilmək, məhsulların seçimi, sizin xanımlarla çalışırsınız da daha çox. Məsələn, onları necə cəlb elədiniz, onlar sizə necə güvəndi? Mən istəyirəm ki, bizim verilişi izləyən xanımlar, hansı ki, evdar xanımlardır, hər kəs sizdən bir pay götürsün, nəsə bir maariflənsin, bəlkə də doğrudan həyatlarını dəyişən bir məqam olsun. Bununla bağlı danışın, zəhmət olmasa. Yəni ki, Viplife şirkəti keyfiyyətli məhsullarla hər zaman seçilən bir şirkətdir, təbii ki. Yəni ki, bizim məhsullarımızın çeşidi çoxdur. Siz qeyd elədiniz ki, yuyucu vasitələrimiz də var. Bəli, hal-hazırda ən çox yəni ki, tələbat olan yuyucu vasitələrimizdir. Evdə hər bir xanıma lazım olan məhsullardır. Yəni ki, kosmetikadan tutmuş, ceyizə qədər məhsullarımız var və təbii ki, məhsullarımız keyfiyyətlə seçilir. Çünki rəqabət çoxdur, siz necə qeyd elədiniz və 26 ildir ki, yəni ki, bazarda qalmaq asan bir iş deyil, amma biz bacardıq və inanıram ki, bundan sonra da yəni ki, nəinki 26 il, bir 50 ildə planlarımız daha var da ki, böyüyərsiniz. Bəli, böyüməyə yəni ki, davam edəcəyik. Keyfiyyətə gəldikcə məhsullarımız yəni ki, həm öz
yəni ki, yerli məhsullarımızdır, həm də digər yəni ki, bölgələrin Türkiyə, Bolqariya ilə əməkdaşlıq edirik və o məhsulları yəni ki, şirkətimizdə satış edirik. Bir də sizin xanımlarla birgə bir əməkdaşlığınız var. İndi offline dediyimiz tərəfə gəlmək istəyirəm ki, orada xanımlar nə qədər üzvünüz var? Birinci sualım. Yəni xanımlar sizlə çalışan xanımlar nə qədər? Sayı olaraq. Xanımlarımızın sayı çoxdur. Tədbirlərinizdə görürəm. Bəli, Maşallah olsun, hamısı bir-birindən gözəl. Tədbirlərdə 300-ə qədər, yəni ki, Ay, sırf maşallah. bizlə çalışan xanımlarımız var və biz nəinki indi tədbirlərdən danışdıq. Bəli. Tədbirlərimiz yəni ki, nəinki satış, biznes qurmaq və xanımların yəni ki, belə deyək ki, istirahət məkanımızdır. Çünki tədbirlər keçirilir. Tədbirlərdə hər bir xanım öz uğur planını, öz uğurunu danışır, sübut eləyir, göstərir ki, mən bu uğura çatmışam. Gəzintilərimiz də olur, səyahətlərimiz də olur. Bu satışa görə dəyişir. Məsələn, kim Bəli. daha çox satış eləyir, onları mükafatlandırıb motivasiya verirsiniz. Bu şəkildə Bəli, bu olur. motivasiya verici bir yəni ki, platformalarımızdır. Xanımları cəlb edərək, komanda yığaraq buna görə yəni ki, hədəflər qoyulur və xanımlar bu hədəfləri yerinə yetirirlərsə və xarici səyahətlərimiz olur. Yəni ki, Bakı daxilində səyahətlərimiz olur və onlarla bərabər biz gedib tam pulsuz istirahət edirik. Nə gözəl. Elvira xanım, bax mən özümün də rastlaşdığım bir məqam var ki, hər dəfə mənə də gəlir Instagram üzərindən ki, onlayn işləyin, evdə otura-otura siz bəlli bir məbləğ qazanacaqsınız, daha da sizin qazancınız çoxalacaq. Yəni bu cür təkliflər gəlir bizə. Amma mən bunun reallığından ki, özümə görə də demirəm, başqa dost tanışlarımız da soruşur, çəkinirəm, deyirəm ki, mən görəsən razı olsam necə olar, aldada bilərlər. Bax sizin şirkət bunlarla mübarizə aparır əminəm. Çünki bunlar da elə bil, necə deyim, yalançı rəqabət aparırlar və insanları aldadırlar. Buna görə də düzgün işləyən, düzgün şirkəti quran, həqiqətən də dediyiniz kimi mükafatlandıran, xaricə göndərən bəlli bir o statuslar var da sizdə satışa görə. Ona görə dəyərləndirən şirkətləri inamsızlıq yaranır ki, insanlarda ay Allah bu da yəqin onlardan biridir. Bəs bax bu situasiya ilə necə mübarizə aparırsınız? Düzdür, inananlar var sizə, amma yenə də inanmayanlar üçün necə çağırış edə bilərsiniz ki, sizə qoşulsunlar və birlikdə daha da böyüyəsiniz? Təbii ki, sosial şəbəkələrdə bir çox reklamlar çıxır və hər kəsə bu reklam neqativ təsir eləyir. Çünki işləməyib pul qazan, heç bir satış etmədən pul qazan, bu düzgün bir yanaşma deyil. İşləmək lazımdır. Yəni ki, həm satış tərəfindən siz satış edərək qazana bilərsiniz və komanda yığaraq siz qazana bilərsiniz. Yəni ki, bizdə xanımlar var ki, misal üçün 1000 manatdan tutmuş 3000 manata qədər aylıq maaş alırlar, bəli, əmək haqqı alırlar və bu realdır. Yəni ki, bizim buna görə yəni ki, konfranslarımız olub və siz konfransda da görmüsünüz ki, biz rəsmi şirkət olduğumuz üçün bu məbləğləri göstəririk. Yəni ki, xanımlar var ki, əmək haqqından əlavə yəni ki, mükafatlar da alırlar. Yəni ki, 1000 manatdan 8000, 10000-ə qədər mükafatlarımız da var. Və yəni ki, sosial şəbəkələrdə mübarizə aparmaq bu sadəcə yəni ki, insanları hər hansı bir düzgün bir strategiya deyil ki, insanlara səhv bir məlumat verirlər ki, heç nə etmədən pul qazan. Amma yəni ki, təbii ki, insanlar araşdırır və baxır ki, hansı şirkətə bu gəlib çıxır. Yəni ki, biz rəsmi şirkət olmasaydıq, yəqin ki 26 il bazarda olmazdıq və 26 ildir ki, biz artıq öz sözümüzü deyən bir şirkətik. Keyfiyyət barədə bizdə, yəni ki, məhsul çeşidi bizdə, gəzintilər, səyahətlər, motivasiya verici bir aksiyalar bizdə. Bir ailə kimi toplaşmısınız, bu qədər üzvün olmağı, əmək sərf etməniz, həqiqətən də bu alqışa layiq bir addımdır, təşəbbüsdür. Çünki xanımlarımız hamısı bir şəkildə qazanc əldə edirlər, ən azından evdən çıxırlar, bir faydalı olurlar, belə deyim. Bunun üçün də sizin rəhbərin qurucusu da
buradan dərin təşəkkürümüzü bildiririk. Çünki bu böyük bir dəstəkdir xanımlarımız üçün. Bir məqama da toxunmaq istəyirəm. Sizin onlayn platformaya keçəndən sonra son zamanlarda hər kəsin yaralı yeridir. Çünki satış dediyin gözlə görüb, əllə toxuna bildiyimiz, onu hiss edə bildiyimiz zaman satışımız daha yüksək olur. Amma bu onlayn sistemə keçəndən sonra bəli biz zaman uduruq. Zamanımız qısalır, tamam. Amma məhsulların yanlış gəlməsi, keyfiyyət baxımından, məhsulların satışının daha da azalmasının yəni şahidi olmuşuq. Onlayn satış sizin işinizdə çətinlik yaratdımı? Məsələn, offlayn da daha yaxşı idi məncə. Mən belə düşünürəm. Siz necə düşünürsünüz? Onlayna keçən zaman çətinliklərimiz olub. Çünki insanlar onlayna öyrəşməyiblər. Bəli. Çünki 2018-ci illər idi. Yəni ki, hər kəsə maraqlı idi ki, gəlib showroomdan baxıb məhsul almaq. Yəni ki, bu hal-hazırda da yəni ki, satışa çox böyük bir təsir göstərir. Çünki canlı tam başqa, amma insanlar vaxt, yəni ki, gəldikcə insanlar dəyişilir. Və artıq onlayna o qədər öyrəşiblər ki, insanlar daha da çox onlayla çalışırlar, nəinki offlayla. Çünki vaxt və təbii ki, yəni ki, zaman belə göstərir ki, onlayn çalışmaq insanlara rahatçılıq verir və biz də çalışırıq ki, bu rahatçılığı insanlara verək, çatdıraq. Çünki xidmətlərimiz də var, çatdırılma xidmətlərimiz də var. Yəni ki, poçtla da var, kargo ilə də var. Bölgədə çalışan xanımlarımız da çoxdur. Bölgələrə də çatdırılmamız kuryerlə var, poçtla var, kargo ilə də var. Yəni ki, hər üsulla biz çatdırırıq insanları, çalışırıq ki, onları razı salaq. Razı salasın və rahatçılıq olsun. Yaxşı, bax, bölgələr dediniz. Bizim regionlarda öz ofisinizi, showroom'unuzu açmağı düşünürsünüzmü? Bizim yəni ki, demək olar ki, 88 dənə çatdırılma məntəqələrimiz var. Məntəqələr olaraq, bəli. Həm Bakı daxili, həm də regionlarımızda. Rəsmi şirkətin ofisi deyil, amma bizim biznes partnyorlarımızın punktlarıdır. Yəni ki, bütün bölgələrdə demək olar ki, bizim məntəqələrimiz var, ofislərimiz var və hansı bölgədə yaşayırsınız, siz misal üçün sistemdə rahat görüb və həmin məntəqəyə yaxınlaşıb məhsulları əldə edə bilirsiniz. Elvira xanım, mənim bildiyim qədər siz həm də gözəllik mərkəzlərindən əməkdaşlıq edirsiniz. Sizin çox gözəl boyalarınız, saç üçün baxımlar var. Yəni bax bu məhsullar necə ərsəyə gəlir? Bu qədər fərqli istiqamətlər, fərqli qollar, necə bunu idarə eləyirsiniz? Yəni çox çətin olar əslində. Bir istiqamətdə getmək daha rahat, amma siz şirkət olaraq maşallah hər şey satırsınız. İlnara xanım, baxız, bayaq da qeyd elədim ki, şirkət, yəni ki 1999-cu ildən biz dayanmırıq, inkişaf eləyirik və təbii ki, yəni ki təkcə bir şəbəkə marketinq kimi fəaliyyət göstərmirik. Bizim digər qollarımız da açılır. Gözəllik mərkəzlərinə reallaşdırma üçün yəni ki boyalar, saç boyalar, saça qolluq, yəni ki liniyamız var. O sırf İtalyan brendidir, Alfa Parf Milano. O tam başqa bir qolumuzdur. Yəni ki orada da yəni ki xanımlar, bəylər gözəllik mərkəzlərindən təbii ki istifadə edə bilərlər bizim məhsullarımızı. Bu arada təbrik edirəm, yeni bir showroom açmısınız, Yellow Shop. O haqqda da danışın, zəhmət olmasın. Bəli, bu bizim xanımların ən sevdiyi. Bu bizim yeni bir proyektimizdir. Bu il avqust ayında biz Yellow Shop mağazanı açdıq və artıq yəni ki demək olar ki 3 ay ərzində 3 mağazanı açdıq və yəni ki siz demişkən showroom. Yəni ki insanlar şəbəkə marketinq istəməyəndə gedib məhsullarımızı canlı mağazalarda, harda açıq, hansı yerlərdədir? Onu da deyərdiniz. City Park Mall'da bizim mağazalımız var. Binəqədi qəsəbəsində var və Həzi Aslanov metronun yaxınlığında Yellow Shop mağazalarımız açılıb. İnşallah daha da çox olar, daha da böyüyərsiniz. Elvira xanım, Viplife şirkətini bayaq danışdıq. Sizlə
bonus sistemi ilə bağlı. Hansı bonus sistemi var? Hansı motivasiya verici sizin addımlarınız olur ki, xanımlar sizi seçməlidir? Yerli şirkət olduğumuz üçün, yəni ki, biz artıq 26 ildir ki, Azərbaycanda ilk yerli multi-brend şirkət sayılırıq. Birinci və ikinci Vətən müharibəsinə aid olan Vətən müharibəsinin bonusudur. Yəni ki, qazi və şəhid ailələr bizə qoşularaq əlavə bu bonusu qazana bilərlər. Bloger bonusu var. İndi yəni ki, hər bir cavan, gənclər bloger olmaq istəyir və biz də bu imkanı onlara yaradırıq. Yəni ki, blogerlik edərək əlavə bizdən bonus qazana bilərlər. Gənclər üçün, tələbələr üçün tələbə bonusu var. Nə Tələbə gözəl. yəni ki, oxuyarkən tələbə bonusu bizdən qazana bilərlər. Və təqaüd bonusu bizim yaşlı bir nəsil üçün də bizdə çalışır. Yəni ki, təqaüd bonusu, təqaüdü çıxan xanımlar da bizdə çalışır və bu bonusdan da yararlana bilərlər. Hər kəs üçün şərait yaratmısınız ki, bir şəkildə yəni pul qazana bilsinlər, evlərinə çörək aparsınlar. Təbrik eləyirəm sizi. Gələcəkdə VIP Life-ı bilirəm, artıq 26 ildir. Dediyiniz kimi çox böyük bir iş görmüsüz, 26 il bazarda qala bilmək. Bundan sonra VIP Life özünü harda görür? Biz dayanmırıq. Yəni ki, bizim şirkətimizdə demək olar ki, 15 ildən çox çalışan əməkdaşlarımız var. Yəni ki, o deməkdir ki, şirkət bir ailədir və biz bu şirkəti yəni ki, bir yerdə qoruyub, bir yerdə çalışırıq ki, inkişaf elətdirək. Və təbii ki, bizim də planlarımız digər şəhərlərdə, digər xarici ölkələrdə də yəni ki, ofisimizi açmaq. İnşallah o da olar. İnşallah. Bir də sizdə məni çox belə maraqlandıran, diqqətimi çəkən bir hissəniz də var. Doktor Sona. Niyə məhz Doktor Sona? Məhsullarınız nə ilə fərqlənir digər məhsullardan və nələr var içərisində o məhsulların? Doktor Sona bizim brendimizdir. Yəni ki, heç bir yerdə satılmayan bir brenddir. Çünki Bəli. Doktor Sona bizim yəni ki, təhsilçisinin xalasıdır, əməkdar həkimdir Doktor Sona xanım və ona onun sırf reseptlərlə yəni ki, müalicəvi yəni ki, kosmetikanı yaratmışıq. Yəni ki, orada müalicəvi kremlər var, şampunlar var, saç baxımlar var. Yəni ki, Doktor Sona bizim brendimizdir və çox sevilən bir brenddir. Əməkdar həkimimizdir Sona xanım. Bəli, əməkdar Lap yaxşı. həkimdir və biz onun adı ilə bu brendi yəni ki, yaratmışıq. Nə gözəl, rahatlıqla müraciət edə bilərsiniz dostlar. Məhsullardan yararlana bilərsiniz, belə deyim. Hətta görmüşdüm orada bir məhsul var idi. O xanımların ən yaralı yeri əllərinin quruması olsun, ayaqlardakı topuqda problemlərin olması, onların hamısını bərpa edici yəqin məhsullar da var orada. Oxumuşdum. Bəli. Biraz Çox araşdırma gözəl. etdim sizin şirkətlə bağlı. Çox gözəl müalicəvi, yəni ki, bərpa edici kremlər var, həm ayaq, həm bədən üçündür, həm saça qulluqdur, çox gözəl maskalar var. Yəni ki, keyfiyyət barədə bizim şirkətimiz hər zaman seçilən bir şirkətidir və biz bu üsulla yəni ki, davam edirik, çalışırıq. Böyük bir təcrübəniz var. Özünüz dediyiniz kimi balaca bir qız idim ora gedəndə, ailə qurdum. Bugün 26 il bir igidin ömrüdür ki, siz bir şirkətdəsiz. Bu belə bir işçi əllə axtarılır, biləsiz. Yəni hər işçi axıra qədər, sona qədər olmur şirkətlərdə, birlikdə çalışmır. Bax, satış bacarığının olması məncə Allah tərəfindən verilən bir vergidir. Bu da sizdə də var, gördüyüm qədər. Siz yeni başlayan sahibkar xanımlara, ümumiyyətlə bu sıfırdan başlayan, sizin bəlkə də şirkətə gələcək bundan sonra əməkdaşlıq etmək üçün müraciət edən xanımlara nə məsləhət görərsiniz? Bir təcrübəli bir xanım kimi, rəhbər kimi, satış rəhbəri kimi. İlk növbədə özgüvən mütləq olmalıdır. Hər bir xanım özünə güvənməlidir. Çünki biz xanımlar güclüyük və bacarıqlıyıq. Yəni ki, istəsəz hər şeyə nail ola bilərik. Məqsədli olmalılar. Təbii ki, hədəflər olmalıdır ki, mən bu hədəfə gəlim çatım. Hədəflər, yəni ki, hər səhər durub güzgüyə baxıb, hər bir xanım güzgüyə baxıb deməlidir ki, mən gözələm, ən xoşbəxt mənəm. Çünki biz xanımlar həqiqətən çox zəhmət əziyyət çəkirik, çox yəni ki, işləyirik, həm evdə, həm işdə. Ona görə istəsə hər şeyə çata bilərik. Məqsədli, iradəli olmalıyıq.
və məqsədimizə, hədəfimizə mütləq çatacağıq. Yaxşı, güclü qadın sualdan sual yarandı. Güclü qadın dediniz. Bizlər Azərbaycan xanımları güclü qadınlardır, doğrudan da. Sizin üçün güclü qadın olmaq nədir? Yəni güclü qadın necə olmalıdır? Təbii ki, ayaqda duran bir xanımdır. Ayaqda durmağı bacaran bir xanımdır. Biznesi qurmaq bacaran, yəni ki, öz üzərində çalışan bir xanım olmalıdır. Çünki biz irəli getmək, nə isə nail olmaq istəyiriksə, öz üzərimizdə çalışmalıyıq. Çalışmaq o demək deyil ki, mən universiteti qurtarım, mən hər hansı bir xarici ölkələri gəzim, amma ən azı hər bir xanımın məncə bir ideal bir xanımı var ki, biz onlara oxşatmaq istəyirik özlərimizi və bir-birimizlə rəqabət aparmaqla biz o xanımı nəinki ona çatdırıq, ondan da keçə bilirik məncə. Daima öz üzərimizdə çalışmalıyıq və inkişaf elətdirməliyik özümüzü. Güclü xanımlar bu xanımlardır və biz xanımlar, yəni ki, təbii ki, hər birimiz güclüyük. Məncə də biz güclüyük. Elvira xanım, bax xanımları bu qədər sevindirirsiniz. Hər kəsin üzü gülür. Həm pul qazanırlar, həm hədiyyələr alırlar, satdıqca hədiyyələr qazanırlar özlərinə. Bəs müştəriləriniz üçün, xanım müştəriləriniz üçün bir aksiyanız varmı? Təbii ki, Elnarə xanım, endirimlər, aksiyalar, çox gözəl, maraqlı bir dəstlər, hədiyyəlik dəstlər ala bilərsiniz. Hər ay demək olar ki, bizdə çox gözəl, maraqlı bir aksiyalar var. Yəni ki, xanımlar təkcə bizdən məhsul alıb, istifadə edib kiməsə məsləhət yox, həm də hədiyyə də qazanmaq şansları var. Hədiyyə qazanmaq, pul mükafatlarımız olur, gəzintilərimiz olur, səyahətlərimiz olur, səhər yeməklərimiz olur. Yəni ki, çox gözəl, möhtəşəm bir aksiyalarımız olur. Biz necə qeydiyyatdan keçək sizə müraciət edərkən? Sizlə əməkdaşlıq eləmək istəyirəm. Necə qeydiyyatdan keçin? Çox rahat. Sizdən heç bir sənəd, heç nə tələb olunmur. Sadəcə www.viplife.az saytından tam pulsuz qeydiyyatdan keçə bilərsiniz və bizim sevimli müştəri ola bilərsiniz. Nə gözəl, çox sağ olun. Təşəkkür edirəm. Bilirəm ki, xanımlar üçün də hal-hazırda çox maraqlı bir verilişdir. İzlədikcə onlar dərinliyində məsələn kosmetik vasitələrin olması, yuyucu vasitələr ev üçün. Yəni əminəm ki, daxil olub araşdıracaqlar, hətta tanış olmayan xanımlar sizin şirkətlə. Baxın, sonda istəyirəm mən bu qədər təcrübəsi olan 300-dən çox işçini idarə edə bilmək, satış bacarığının bu qədər yüksək olduğu bir xanımın uğur kodeksini öyrənmək. Sizin uğur kodeksiniz nədir? Uğur kodeksi, yəni ki, ilk növbədə insanları sevindirmək. Çünki həqiqətən əgər bu işi sevirsənsə və işə həvəslə gəlirsənsə, bu həvəs, bu istək digərlərə də keçir. Və hər səhər biz işə gələrkən, yəni ki, komanda ilə bərabər bütün xanımları yəni ki, sevindirməyə hazırıq. Yəni ki, bizim böyük bir komandamız var şourumuzda, yəni ki, ofislərimizdə. Yəni ki, xanımlar həqiqətən bir ailə kimi çalışırıq və hər müştəriyə biz ailə kimi baxırıq və hər kəsə individual bir yanaşma var. Yəni ki, hər kəslə individual yəni ki, danışıqlar aparılır, görüşlər keçirilir. Kodeksimiz odur ki, biz bir ailəyik və bütün xanımları, bütün müştərilərimizi sevirik. Mən sizə dərin təşəkkürümü bildirirəm. Gəldiyiniz üçün, öz iş təcrübənizdən danışdığınız üçün inanıram ki, maarifləndirici bir veriliş olacaq. Bugün sizə uğurlar arzulayıram. Arzu edirəm ki, bayaq dediyiniz məqam ki, xarici ölkələrdə də sizin showroomlarınız Azərbaycan bayrağı altında böyük-böyük şirkətlər açasınız və biz də sizlə hər zaman fəxr eləyək. Satışlarınız da yüksəlsin. Göylərə. Sizi çox sevirik. Yaxşı ki varsınız, yaxşı ki bizim xanımları gözəlləşdirirsiniz. Xanımlarımıza dəyər, belə deyim, daha düzgün məhsullar təqdim edirsiniz. Çünki kosmetik vasitələr bizim dərimizin düşməni də ola bilər, amma dostu da ola bilər. Siz dostu olanı seçmisiniz. Mən sizə dərin təşəkkürümü bildirirəm. Elvira xanım, və sonda istəyirəm ki, bizim verilişlə bağlı təəssüratlarınızı bölüşəsiniz.
Çox gözəl bir verilişdir Elnarə xanım. Çox sağ olun. Çox maraqlı bir verilişdir. Çünki həqiqətən yəni ki sizi araşdırıb, sizi baxmışam və həqiqətən yəni ki maraqlı insanları dəvət edirsiniz. Biz də onlardan nə isə öyrənirik və öz həyatımızda bəzi şeyləri də yəni ki reallaşdırıb onları edirik. Çox maraqlıdır. Çox sağ olun Çox sağ Elnarə olun. xanım. Yəni ki inşallah bu bizim birinci bir veriliş olmayacaq. Bizim digər bir proyektlərimiz sizlə olacaq. İnşallah, inşallah. Çox xoş oldu. Yəni ki, həqiqətən Təşəkkür çox edirəm. maraqlı bir verilişdir. Minnətdaram. Çox sağ olun. Və hər bir xanıma, hər bir izləyicilərə bu verilişlər faydalı olar. Bax belə, bugünkü verilişimiz də sona çatdı. Xatırlatmaq istəyirəm ki, verilişimizin baş sponsoru Cibaru platformasıdır. Gələn görüşlərə qədər. Bunu xəyal edən sahibkarların xəyallarını gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analoqu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik.